Sual verilir ki, qadınlar qəbristanlığa çıxa bilərmi? Hərə bir söz deyir. Deməli, burada ixtilaf var. Yəni, qadınlar qəbirləri ziyarət edə bilər, yoxsa bilməz. Yəni, bəzi alimlər deyir ki, qətiyyən olmaz. Yəni, qadınların qəbristanlığı ziyarət etməsi qətiyyən olmaz. Onların dəlili nədir? Bir dəlil var, hədis var. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, La'anallah zəiratil qubur. Qəbirləri, qəbirstanlığı ziyarət edən qadınlara Allah lənət etsin. Amma digər alimlər isə deyir ki, ara bir olar. Bəzən, yəni gedə bilərlər, amma müəyyən şərtlərlə. Deməli, açıq-saçıq çıxmamalıdırlar, ətirlənməməlidirlər qəbirstanlığa getdik. Sən hikmət və ilahi. Hərdən insan düşünür ki, əgər bunlar insandırlarsa, bəs düşünən insanlar, ağıl sahibi olan insanlar kimdir? Yox, ağıl sahibi düşünən, məntiq əhli olanlar insandırlarsa, bəs bunlar kimdir? Allah Teala həqiqətən də yaradanların ən gözəlidir. Dünya həyatında sanki bir film səhnəsi yaradır. Və burada cürbəcür janrlar var. Faciə janrı var, müharibələr, aclıq, xəstəliklər, dram janrı var, sevgi janrı var və komediya janrı. Hollywoodun bunlarda xəbəri yoxdur. Azərbaycanda da güclü bir rejissor yoxdur və yaxud da güclü bir komediya janrında senari yazan senarist yoxdur ki, bunları qabağa çəksin. Bunlar bu İslami dırnaqarası bilgilərdən daha çox bu komediya sahəsinə baş vursalar, bunlar da çox gözəl və təbii alınır. Gələcəkdə əgər imkanım olsa, mütləq bunların içərisindən birini mən aktyor eləmək arzusundayım. Arzularımdan biridir. Allah ömür və imkan versə. Qəbristanlığa gedən qadın lənətlənib və alimlər bunun üzərində ixtilaf edirlər. Bu elmi bir mövzu deyil ki, mən burada durum buna elmi cavablar gətirim, hədislər gətirim, argument gətirim, məntiq gətirim, nə, filan mənbə, nə. Yox, bunlarla o sahədə danışmaq olmaz. Çünki bu elmin özünə təhqirdir. Ki, buna elmi bir cavab verəsən. Mənim əsas məqsədim, bunları ki, elm əhli, elm tələbəsi deyənlər var, onlara bunu göstərməkdir. Ki, mən daim demişəm ki, mənim bu dindarların bu, istər özünə Cəfəri deyənlər olsun, əhl-i sünnə deyənlər olsun və yaxud da sələfi deyənlər olsun. Mən hər birinin tənqidinə açıq insan eləyirəm. Yəni, mənim video roliklərimi dinləyənlər bunu şahidirlər. Hətta mühürlə namaz qılıb özünə şişə deyib, ancaq çıxıb minbərdə bozbaş danışanları da tənqid edirəm. Yəni, mənim xırda ibadət əhli olanlarla işim yoxdur. İstəyir sələfisi, istəyir Cəfərisi, istəyir əhl-i sünnəsi, istəyir Quranisi, hər hansısa bir əqidə. Fərqi yoxdur. Sadəcə bunlar ki, özlərini elm tələbəsi deyirlər, elm əhli deyirlər və Azərbaycanda bu araşdırmadan sadəcə ibadət əhli olan əqidələr, fərqi yox, yeni deyirəm, hər hansı biri. Ki, bunları elm tələbəsi deyir, istəyirəm ki, onlar bunları sorğulasın və görsünlər. Deyə alimlər ixtilaf edirlər. Qardaş, bu nə mövzudur ki, alim dediyin şəxslər bunu ixtilaf eləsinlər. Bu heç fikri bir mövzu deyil ki, bunun üzərində ixtilaf eləsinlər. Bunun nəyində ixtilaf edirlər? İxtilaf ona deyilir ki, yəni axtarırlar, araşdırırlar, bir nəticəyə gələ bilmirlər, hərəsi bir cür ictihad eləyir bu mövzu üzərində. Qadın qəbristanlığa gələ bilərmi? Mövzuya bax. Və alim, yəni elm əhli bunu müzakirə edir. Elm əhli belə gic mövzunun nəyini müzakirə edir? Qəbristanlığa gedən qadın niyə lənətlənsin? Niyə? Səbəb nədir? Deyir, açıq-saçıq geyinməsə və yaxud da ətir vurmasa olar. Və yəni qəbristanlıqdan başqa yerlərə gedərkən İslam teologiyasına görə əqidəsindən asılı olmayaraq qadın açıq-saçıq geyinə bilər. Hətta bir çox əqidələr bunu qəbul edir ki, qadın hətta özünə həddindən artıq ətir də vura bilməz ki, qıraqda kimsə bunun ətirini duya bilər. Burada qadının günahı yox deyə əslində mövzudan çıxıram. Günah o kişicikdədir ki, bir ətir ilə bunun şəhvəti oyanır. Və qəbristanlıqla bunun əlaqəsi nədir? Qəbristanlığa ətir vurub geçsə nə olacaq? Ölülər şəhvəti gələcək, şəhvəti qalxacaq ölülər bunun ətirliyindən. Axı, ümumiyyətlə sələf əqidəsinə görə ölülər eşitmirlər də. Bunun hamısı bir yana.
Qəbristanlığa gedən qadın lənətlənib. Lənət nə deməkdir? Yəni Allah ona qəzəb eləyər, rəhmətini üstündən çəkər. Lənət. Lənətin sonu nədir? Cəhənnəm. Təsəvvür edin, bu boyda kainat xəlq eləyən Allah təbarək və təala ki, sonsuz kainat, nəyi ki biz kainat danışırıq, bu dünyamızın içərisindəki bəzi açılmayan şeylər var ki, bizə dünyanın 7 möcüzəsi kimi gəlir. Elm bunu açıqlaya bilmir, insanlar bunu təsdiq edə bilmir. Biz hələ dünyanın sirlərinə vaqif deyilik. O ki, qalmışdı kainatın. İndi bu kainatın xaliqini təsəvvür etmək mümkün deyil. Əzəmətini, qüdrətini, böyüklüyünü. Təsəvvür edin ki, qiyamət günü tutub balaxanımı ki, sən şəhid olduğun və yaxud da dünyasını dəyişən ərvin, dünyasını dəyişən qardaşın, atığın qəbrinin üstünə getdiyinə görə mən sənə lənət eləmişəm, et cəhənnəmə. Niyə? Qəbir üstünə gedib. Birdən deyərlər ki, yox, gedib burada vay-şüvən qaldırır, qışqırır, ağlayır, eləyir. Mən şəxsən öz gözümün şahidiyəm və bir çoxlarımız yəqin görmüsünüz. Hətta kişilər də var ki, qadından 5 betər vay-şüvən qaldırırlar. Başlarını məzar daşına çırpırlar, heç bunun qadını eləmir. Özlərini xəsarət yetirirlər, neyirlər. O zaman bunları da əlimizdə baylar tutub deyək ki, kişilərin də qəbristanlığa getməyi haramdır. Axı, möhkəm bir hədis var İslam teologiyasında ki, Muhammed sallallahu aleyhi və səlləm buyurub ki, qəbirləri ziyarət edin, çünki onlar sizə axirətinizi xatırladır. Yəni, gözəl bir əməldir. Axirəti xatırladan, ölümü xatırladan, insan da ölümü xatırladıqca günahdan bacardığı qədər uzaq durur. Yəni, belə bir gözəl əməli, belə bir fəzilətli əməldən qadınlar nəyə görə istisna olsunlar? Sizin bu qadınlardan istədiyiniz nədir? Qadın deyirlər, hətta gələcək mövzularda paylaşacağım bunları. Duet edib paylaşacağım, belə cavab verən deyirlər. Ərindən icazəsiz, evdə uşağı, hətta özü acından ölsə belə, düşüb dükana çörək ala bilməz. Qadın qırmızı çanta götürə bilməz. Lənətlənib. Qadın maşın sürə bilməz. Lənətlənib. Qadın saçını topuz deyirlər, olsa da qadına yığır. O cür yığa bilməz. Lənətlənib. Hətta öz evində məhrəmin yanında. Öz evin içində biri yığa bilməz. Və indi də deyir ki, bu alimciyəz Adil ki, Mədinə tələbəsi, elm tələbəsi ki, alimlər ixtilaf edirlər və o alimlər göynəyin üstündə ixtilaf edirlər. O ki, şəxslərə nə cür alim demək olar ki, xırda bir mövzunun üzərində ixtilaf edirlər. Ortaq bir nəticəyə gələ bilmirlər. Belə hadisələr tək ki, sələflərdə deyil, digər əqidələrdə paylaşacağım. Cəfərlikdən ta Sufiliyə qədər. Hamısında belə gic hökmlər var. O alimlər nə tərə alimlər ki, belə gic bir mövzunun üzərində ixtilaf edirlər. Ortaq bir nəticəyə gələ bilmirlər. Qəbristanlığa gedən qadın lənətlənir. Niyə? Bir ana övladının, oğlunun məzarının üstünə gedərkən ki, ən azından onun qəbrinin üstündə gedir, onun qoxusunu duyur, təskinlik tapır, içini boşaldır, ağlayır. Niyə lənətlənsin ki? Bir qadın öz atasının, ərinin və yaxud da hər hansısa bir yaxınının, qardaşının məzarını gelib ziyarət edirsə, niyə lənətlənsin ki? Niyə? Yəni, doğrudan da mı Həzrət Muhammed sallallahu aleyhi və səlləm kimi mütəfəkkir, öz zəmanəsinin ən dahi bir insanı, hətta dini kənara qoysaq, dünyəvi nəzərlə bunu yanaşsaq ki, qəbilə sistemindən bədəviləri çıxartdı, birləşdirdi, böyük bir dövlət qurdu ki, həmin o dövlət sonra Bizansla hətta kəllə-kəlləyə gəldi, Bizansı zəiflətdi, onun torpaqlarını aldı, Sasani imperiyasını yer üzündən sildi, tarixin tozlu səhifələrini qarışdırdı. Yəni, mütəfəkkir bir insan olub. Dahi bir insan olub ki, peyğəmbərliyindən əlavə belə bir şey yaradıb, uzaqgörən olub. Yəni, deyirəm, dinini kənara qoyaraq, hətta bir sıravi bir şəxs kimi, bir lider kimi yanaşsaq, öz xalqı üçün, öz xalqının dilini ibadət dilinə çevirdi, öz doğulduğu yer mərkəzində olan Kəbəni bütün insanların qibləsi təyin etdi. Bir daha təkrar edirəm ki, bunu mənim ağzımdan tutmayın ki, mən nə cür yanaşıram Peyğəmbər sallallahu aleyhi və səlləmə. Əlbəttə ki, bunlar Allahın əmri iləndir. Fəqət mən dini görüşlə yox, dünyəvi nəzərlə, dünyəvi bir şəxslərin nəzəri ilə
yanaşıram. Yəni onlar da qəbul edirlər ki, Muhammed sallallahu aleyhi və səlləm mütəfəkkir bir insandır. Belə bir mütəfəkkir insan qəbristanlığa gedən qadını lənətləyir və inanır ki, Allah onu cəhənnəmə atacaq qəbristanlığa getdiyinə görə. Bunların əqidəsinə görə Həzrəti Həmzə əleyhissalamın şəhid olmağına səbəb olan və onun ciyərini yeyən Hində Məkkənin fəthindən sonra dildə la ilahə illallah Muhammed Rasulullah dediyinə görə və sana ona lənət və ağır heç bir söz demək olmaz. Çünki İslamı qəbul edir. Eybi yox. Və müsəlman ailəsində dünyaya gələn la ilahə illallah Muhammed Rasulullah deyən namaz olan bir qadın öz övladının məzarının üstünə gedərkən nəyə görə lənətlənsin ki? Və qəbristanlıq nəyə deyilir? Qəbri olan yer. Orada fərqi yoxdur. Bir nəfərin qəbri var, iki nəfərin qəbri var, üç nəfərin qəbri var. Fərqi yoxdur. Yəni qəbir olan yer. Həzrəti Muhammed sallallahu aleyhi və səlləmin, Əbu Bəkrin, Ömərin qəbri Məscid-i Nəbidədir. Peyğəmbər məscidində. Hal-hazırdakı Yəsiribdə, Mədinədə. Və o zamanlar Ayşənin evi də orada bitişik idi. Ayşə demək olar ki, qəbristanlıqda yaşayırdı. Və günün bugünündə də həccə ziyarətə gedən insanlar Səudiyyə ziyarətə, daha doğrusu səyahətə gedən insanlar mütləq gedib oraları ziyarət edirlər. Orada qəbristan sayılır. Çünki qəbir var. Hamısı lənətləndi. Və yaxud da belə gic-gic arqumentlər gətirib özünüzə elm əhli dediyimizə görə mən də sizin məntiqinizdən sizə gic-gic bir sual verirəm. Qadın gecə saat 4-ə 15 dəqiqə qalmış. Tək yaşayır, heç kimi yoxdur. Heç kim görmədiyi halda başını zadını yaxşı bağlayıb, hər bir yerini örtüb və ətir iyi yox, özünə mazut, benzin, nə bilim, hər hansısa bir maddənin qoxusunu sürtərək qəbristanlığı gedib ziyarət edə bilər. Alimlərimiz bu haqda nə deyirlər, ixtilaf eləməyiblər. Çox xahiş edirəm, buna cavab verir. Çünki çox mühüm bir mövzudur. Və yaxud bir qadın bir kənddə yaşayır, işə gedir. Hər harası gedir, getməlidir, məcburdur. Və onun yolu qəbristanlığın içindən keçir. O qadın oradan keçmək caizdir, yoxsa burada istisna var. Və sizin belə gic-gic mövzular üzərində alimlərimiz ixtilaf edəndə, belə gic-gic suallar da ortaya çıxır. Və bir də, sənə bir dənə şəkil göstərirəm, buna bax. Buna bax ki, bir də belə gic-gic şeylər danışmayın. Pis başa düşmür, Sadəcə olaraq mən sizləri yaxşı tanıyıram. Mən çox gözəl bilirəm ki, səni aparıb bir dəfə sıxsalar, sən nəyin ki, qalxıb burada İslam teologiyasına söhbət eləmək? Əssalamu aleykum sözünü yaddan çıxardıb, əsənliklər deyərsən. Çünki mən həbsdə olmuşam, sizləri görmüşəm. Hətta rejim rəisinə sənə qurban olum. Siz burada bizim ruzimizi verirsiniz, deyən sələflər görmüşəm. 14-cü həbsxanada 2015-ci ildə məhkum vəfat eləmişdi və bunt oldu, yəni üsyan oldu Dusaqlar içərisində. Vaiska girdi. O vaiska girən zaman hətta sələflərin içərisindən canlı cəsədlisi, 14-də olanlar yəqin bunu xatırlayarlar. Vaiskaya məni vurmayın, mən sanitaram deyirdi. Sanitar deyirdi, sanitar da nə deməkdir? Həbsxanada sanitar kimlərə deyirlər? Həbsdə olanlar bilir. Ki onları da vurmaq olmaz da. Onlara hansı Allah vurub da. Onlara toxunmurlar. Bir dubinka yeməmək üçün məni vurmayın deyirdi. Ona görə də diqqətli ol, siyasi səhv buraxma. Və ikincisi, Azərbaycan əhalisinin, analarımız, bacılarımız, qadınlarımız, xanımlarımız öz ölənlərin məzarlarını ziyarət edirlər. Çünki ölülərini ehtiram edirlər. Sən qələt edirsən Peyğəmbərin adından gic-gic fikirlər deyirsən ki, qəbristanlığa gedən qadın lənətlənib. İnşallah siz gəbərərsiniz, sizin qəbrinizin üstünə. Heç nəyə ki, qadın cinsindən biyoloji olaraq bir insan, dişi, it də gəlməz. Salam olsun, salama layiq bəndələrə.